Qəşəng. Buradan keçmək olmayacaq. Durmaşaq bura. Hop. Adventure sürməyin üstünlükləri haradan gəldi keçə bilirsən. Burada da durmaşaq bura. Buradan keçək o bir tərəfə. Buralar latokdur. Bütün pis gündədir buralar. Hop. İndi yazacaqlar elə o yola görə belə bir motosiklet almısan. Demək olar ki, hə. Qardaş, nə alıram dözmür bu yola. Mənim maşınla bir dəfə gətirib evə düşürdən dostlarımın heç biri ikinci dəfə məni gətirmək istəmir. Hə, haqlıdırlarmı? Haqlıdırlar. Mən olsam, mən də məni bu yola gətirmərəm. İndi buradan keçəndən sonra külək, valla normal külək göstərirdi. 50 neçə kilometr sürətdə külək var idi. Ani küləkdə, ani küləklərdə 86 kilometr idi, o yadımdadır. İnşallah saatda 80-90-dan küləkdən udar yemərik. Deyim, nə deyim başqa. Əslində küləyin özündən çox istiqaməti də çox rol oynayır. Hansı istiqamətdən külək vurur. Bəzən olur, külək qabaqdan vurur. Sadəcə sürəti öldürür də sənin. Çox dəhşət təhlükə yaratmır. Əgər yüksək sürətlərə qalxmırsansa, bir dənə wobbling ehtimalı artır. O da dediyim kimi yüksək sürətlərə qalxmırsansa problem deyil. Bir də görürsən külək arxadan əsir. O ləzzətin bilənlər bilir. 100 ilə gedən motosiklet 140-ı görür həyatında ilk dəfə. Amma vay öcünə külək sağdan soldan vurur ki bu dəqiqə sağdan vurur, bu dəqiqə sağdan vurur. Bu havada bu küləkdə motosiklet sürərlər. Bu küləkdə motosiklet sürənin ağlı yoxdur deyənlər düz deyirsiniz. Başımı sağa çevirə bilmirəm, başımı sağa çevirə bilmirəm. Necə sıxırsa külək. Sürətdə bir balaca azalsaq hiç olmaz. Amma mənə elə gəlir ki, bu sağdan vuran külək buranı dönəndən sonra arxadan vurmağa başlayacaq. Yəni, inşallah. Var, amma əyləncəli külək var. Mən belə spontane sürüşlər çox eləyirəm. Əslində elitə buradan getmək rahat deyə. Döndüm, vıdı getdim. Amma məzuniyyətə çıxandan Magicə də getməmişəm. Bir tərəfdən də istəyirəm Magic Coffee-yə gedim. Getdik Magicə. Həm də bir şəhər probkası görəkdən. Hamının gəlib buranı görməyini istəyirəm. Hamı gəlib buranı görsə, Magic'i görsə əla olar. Pavaratnik yandırmışam da. Nə olub? Yandırıram, işarə verirəm ki, keçəcəm. Məndən geridəsən. Nəyin aqressiyasıdır bu? O maşın şoferləri arada deyir, motosiklet almaq lazımdır. Probkalardan bezmişik. Valla mənə elə gəlir özlərinin xoşuna gəlir. Probkada çox qalmaq. Aramızda 30 metr məsafə var idi bayaq. Qardaş, niyə o qədər məsafə saxlayırsan? Niyə o qədər məsafə buraxırsan? Səbəbi də bilsən nədir? Başları qarışır telefona. Bir də ayrılırlar ki, qabaqdakı çıxıb gedib. Söhbət odur ki, onun arxasındakının da başı qarışıb, o birisinin də başı qarışıb. Heç kim bir siqnal verib yola baxıb ayıltmır ki bunu. Bala, sür də. Bizim də olur, başımız qarışır telefona. Amma ya, bizdə bu kalemun kimidir. Bir göz telefona baxanda bir göz həmişə yola baxmalı olur, məcburuq. Yoxsa, salam əleykim. Yoxsa gəlib girəsən bu deyib o 111, 50-111-ə. O da gəlib deyəcək ki, ay, el oğlu. Niyə gəlib mənim maşınımı püskünə qoydun? Hara baxırdın? Deyəmməyəsən axı telefona gözüm baxırdı.
Ona görə bu Kalemun kimi. Bir göz telefona baxanda bir gözümüz həmişə yoldadır. Ha, çox nə qəşəng gedir. Hə, gedə bilərəmmi? Gedə bilərəm orayla. Gedim də, niyə getmirəm onda? Buradan gələn yoxdur? Yox. Mənə yol ver. Sən də yola bax, gedə, yola bax. 5 metr o tərəfdə piyada keçidi var, ay xala, hələ əlin qolun uzadır. Nə olub, sən kim gözləyirsən? Ay, dedim bəlkə piyada keçidində adam var, yox, başı telefona qarışıb. Yolun ortasında dayanıb. Bu keçib, qırmızı yanmamış. Çünki bayaqdan oradadır. Qırmızı yanmamış keçib, oradan bir dənə piyada keçib, piyada keçəndə telefona baxıb. Piyada çıxıb getdi, qırmızı keçdi, yaşıl yandı, mən gəldim, keçdim, ondan sonra tərpəndi. Yağış başladı, bu arada yağmurluğu geyindim. Bayaq paltarım qaraydı, indi aranjığını görüb elə bilməyin ki, bu başqa günün çəkilişidir. Yox, xırda-xırda başladı yağmağa, üstdən yağmurluğu geyindim. Bu arada motosiklet kutkası alıb, bu tamamilə su keçirməyəcək düşüncəsində olan insanlar təzə-təzə bəlkə keçirmir, yeni aldığın dönəm, belə deyək də, hələ kraxmalı üstündə olan vaxtı. Ola bilər ki, keçirtməsin, amma bir müddət geyinəndən sonra o başlayır su keçirtməyə. Nə qədər də su keçirtməyən kutka alırsan, al. O kutkalarda nəyə görə su keçirdir? Bunun da əslində məntiqli bir səbəbi var. Boşu-boşuna deyil. Yəni, kutkalar istehsal olunanda sən onu yağmurluq kimi işlət deyə istehsal olunmayıb. Onlar deyir ki, yaxın məsafələrdə, yolda yağışa düşdünsə, mən səni pakırvat eləyəcəm. Amma uzun məsafələr üçün bu belə deyil. Uzun məsafələrdə bu kutkalar normal, yəni moto geyimlər uzun bir müddət sonra belə deyək də, o doyma həddi var da onun. Doyma həddinə çatandan sonra ümumiyyətlə o başlayacaq içəri su buraxmağa. Bu qaçınılmaz bir şeydir. Hətta onu da deyim ki, yağmurluq alanda, məsəl üçün mənim üzərimdəki yağmurluq adi dədə-baba klonka deyil də, yəni o bazarda satılan 20 manatlıq yağmurluqlardan deyil. Nəyinə görədir? Bunun nəfəs alması var. Yağışın qabağını alır, yəni içəri soyuq hava və içəri su buraxmır. Amma içəridəki hava çölə çıxa bilir. Avtomatik nəfəs almış olur dəri. İçəridə öz bədən temperaturumuzdan yaranan buxarlanma ilə islanmırıq, tərlə islanmırıq. Ona görə də tərlədmir. Tərlədmədən quru saxlayır səni. Gözəl bir geyimdir. Hamıya məsləhət görürəm ki, belə bir yağmurluq alın. Gedib birbaşa Prastoy klonka alırsınız, onun özü başlayır adamı tərlətməyə. Səni soyuqdan, yağışdan qoruyacağı yerdə elə öz ucbatından islanırsan. Bundan bağlı video da var TikTok kanalımda. Hay, neynəyəcək mən bu Bakını tanımamağımı? 50 dəfə də bu yolu gəlsəm, 50-sində də fikirləşə gəlirəm ki, görən düzümü gəldim. Amma deyəsən bu dəfə düz gəlmişəm. Əli fıtı dönürük. Ondan sonra da oradan da birbaşa sağ olmalıdır. Yollar bağlıdır, yoxsa hayf deyildi. Buradan dönürdüm, birbaşa Magic Coffee-yə gedirdim. Bilmirəm, açıblar, təmir ediblər. Yox elə, nə vəziyyətdədir görürsən. Ona görə də məcbur buradan keçməliyik. Ümumiyyətlə zəhləm gedir bir yolu gedib dala qayıtmaqdan. Bizim Cer var. İndi Magic Coffee-də barmen işləyir. Barista işləyir daha doğrusu. Məsəl üçün Sumqayıtda qalır. Arada onu Sumqayıta düşürdən də mənə deyir Saray tərəfdən get də. Mən okeyəm, Saray tərəfdən gedək. O da qalır Sumqayıtda, belə deyək də, ortada bir yerdə qalır da Sumqayıtda. Deyirəm, yox da Ceri, mən səni Ceyranbatan yolu ilə aparım. Düzdür, Saray yolu yaxın düşür. Amma xahiş edirəm ki, Ceri, biraz səbirli ol. Ceyranbatan yolu gedək. Nə var, mən Saray yolu gedib evə qayıtmaq üçün bir də eyni yolu dala qayıtmalıyam. Aradan biraz müddət keçib sonra qayıtsam okeydir. Amma gedən kimi sırası qayıtmaq
ən nifrət elədiyim şeydir. Xoşlamıram, sevmirəm elə şeyi. Ona görə onu Ceyranbatan yolu ilə aparıram Sumqayıtın girişindən. Onu düşürdürəm, ondan sonra gedirəm evə. Yalan olmasın, hardasa bir 15 kilometrə yaxın yolu uzatmış oluram. Will Smith'in Break-It forması. Bu küçədən bir xoşum gəlir. Heç vaxt olmamışam buradakı obyektlərdə. Amma keçəndə nəsə marağımı çəkir o küçə mənim. Xoşuma gəlir. Kabus Targovi. Çatırıq. Solumuzda Crazy Beer. Sağımızda Magic